sarı maddəmizin belə deyək, tələbidir, 110-cu maddənin tələbidir. Deyir, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və bu məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır. Sonuncu əmək haqqından az olmamaqla. Habelə işə götürən təşəbbüsü ilə əmək müqaviləsi pozulması və işçinin insan məsuliyyətinin cəlb edilməsi yol verilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin iqtisadi üzrə stajına daxildir. Biz burada diqqətimizi veririk sonuncu əmək haqqından az olmamaqla. Bəzi şəxslər düşünürlər ki, sonuncu əmək haqqından az olmamaq o deməkdir ki, tutaq ki, indi bu adam fevral ayında məzuniyyətə çıxırsa, yanvar ayında 1000 manat maaş alırsa, fevral ayında da məzuniyyətə çıxanda, 10 gün məzuniyyətə çıxanda 1000 manat maaş almalıdır. Xeyr, bu belə deyil. Bu necədir? Misal üzərindən baxırıq. Kamran Hüseynov müəssisəmizdə satış meneceri vəzifəsində çalışır. O 10 iyun 2026-cı il tarixindən 23 iyun 2026-cı il tarixinə qədər 14 təqvim gün müddətində illik əmək məzuniyyətinə çıxır. Məzuniyyətimizin müddəti bəllidir. Hansı tarixdən, hansı tarixə və neçə gün çıxır? 14 gün müddətinə çıxır. İyul 2026-cı il üzrə iş günlərinin sayı 23 gündür və məzuniyyət dövründə bu iş günlərinin 10-u təsadüf edir. Baxın, deməli, 2026-cı ilin iyun ayında, 2026-cı ilin iyul ayında, yəni işçinin məzuniyyətə çıxdığı ayda, təkrar edirəm, hesablamalarımızın hamısını 5 günlük iş rejimi üzrə hesablamışam. Yəni, bu qarşılıq olmasın, sizi çaşdırmasın. 5 günlük iş rejimindən hesablamışam, fərqi yoxdur. Sizdə də olanda sadəcə olaraq siz artıq orada iş günləri dəyişəcəkdir. Siz 5 günlüklə hesablayanda, 6 günlüklə hesablayanda sizdə bir dənə bazar gün istirahəti olduğu üçün fərq yaranacaq. Amma yenə hesablanma falan eyni şeydir. Deməli, iyul ayında 14 günlük məzuniyyətə çıxır. İyul ayında iş günlərimizin sayı 23-dür. 23 iş günümüz var. Bu məzuniyyətin içinə düşən iş günlərimizin sayı isə 10 gündür. Yəni, bu 14 günlük məzuniyyətin içinə 10 dənə iş günü düşür. Daha sonra onun son 12 ayda gəlirlərini burada görürük. Son 12 ayda gəlirləri budur. Cəmi əmək haqqısı 23.000 manatdır. Yəni, son 12 ayda gəlirlərinin pulu 23.000 manatdır. Cari əmək haqqısı da 2300 manatdır. 23.000 manat, 2300 manat. Bu cari əmək haqqısıdır. Yəni, işçinin bu günləri əmək müqaviləsi üzrə əmək haqqısı 2300 manatdır. Yox, bunu mən səhv yazdım. 12 ay üzrə gəlirləri 25.500 manatdır. Dedim, elə bu qədər olmaz. 25.500 manat, baxın. 12 ay. Bizə daha rahat olsun deyə belə yazaq. Bu da cari əmək haqqısı. Cari əmək haqqısı da budur. 12 ayın cəmi budur, cari əmək haqqısı budur. İyulda iş günlərinin sayı budur. Məzuniyyətdəki iş günlərinin sayı da budur. 10 gün. Yəni, məzuniyyətin içində 10 iş günü var. Bunlar bizə lazım olacaq hesablamada. Kamranın məzuniyyət haqqını deyir hesablayın. İlk öncə, artıq bunu sonuncu əmək haqqının müqayisəsini aparırıq. Bu hissədə diqqətli olun. İlk öncə nə edirik? Əvvəlki qayda ilə hesablamamızı aparırıq. Baxın, yazıram bura. Əvvəlki qayda. Deməli, əvvəlki qayda üzrə hesablamamızı necə aparırdıq? Bayaqları yazdıq. Son 12 ayın əmək haqqısının 25.500 manat bölürük 12-yə. Tapırıq bir ayına düşən orta aylığın 2125 manat. Daha sonra nə edirdik? 2125 manatı bölürdük 30.4-ə. 30.4-ə bölürdük. Bunu da bir dənə yuvarlaşdıraq ki, bizə rahat olsun. 69 manat 90 qəpik. Düşdük bir günə düşən əmək haqqısı. Bunun məzuniyyət haqqısı daha doğrusu. Əmək haqqısı deyək də belə deyək. Biz bunu tapmaq üçün də, yəni məzuniyyətin haqqını tapmaq üçün də götürürdük 69 manat 90 qəpik vururduq
məzuniyyət günlərinin sayına. Məzuniyyət günləri 14 gündür. 978 manat məzuniyyət pulu alır. Məzuniyyət pulu. Məzuniyyət haqqı yazaq, daha yaxşı çıxsın. Haqqı. Məzuniyyət haqqı alır. 978 manat 60 qəpik normal hesablamamızla, əvvəlki hesablamamızla bu alır məzuniyyət haqqını. İndi biz yeni qaydaya uyğun olaraq bir də sonuncu əmək haqqı ilə müqayisəsini aparırıq. Bunu necə edirik? Yeni qayda, belə yazaq. Yeni qaydada necə edirik? Birinci bunu deyim ki, sonuncu əmək haqqı deyəndə cari bugün, məsələn, bu hansı ayda çıxır? İyul ayında. İyul ayında işçinin əmək haqqısı nə qədərdirsə, ona uyğun hesablanacaq və bu nə deməkdir? Əgər işçi 14 gün məzuniyyətə çıxmasaydı, nə qədər pul alacaqdı? Yəni 14 gün məzuniyyətə çıxmasaydı, nə qədər pul alacaqdı? Bu bizim ödədiyimiz 978 manat ondan aşağı olmamalıdır. Əgər aşağıdırsa, biz deməli o hesablama ilə götürəcəyik. Necə götürəcəyik? İndi bunu da deyirəm sizə, diqqətlə qulaq asın. Deməli, ilk öncə nə edirdik? Bizə lazımdır işçinin cari əmək haqqısı. Cari əmək haqqısı işçinin nə qədərdir? Biz burada dedik 2300 manat. Yəni əmək müqaviləsi üzrə onun cari əmək haqqı 2300 manatdır. Cari əmək haqqını bölürük. İyul ayındakı, yəni cari aydakı iş günlərinin sayına 23-ə. Bir dəqiqə buradan bərabərdə qoyuruq. 1000 manat. 2000 səhvlik nə var burada? 2300 min yazmışam. Səhvlik odur. 2300 manatı bölürəm 23 günə. 23 iş gününə. İyul ayında 23 iş günü vardı. 100 manat. Deməli bu adam iyul ayında işləyəcəksə, iyul ayında bütövdə hər günü üçün 100 manat pul alacaq. Axırda da maaşı olacaq 2300 manat. İndi biz tapmalıyıq ki, bunun bu məzuniyyət günlərinin içindəki iş günlərinə nə qədər düşür? Bərabər qoyuruq. Bu gününə 100 manatdır. Düzdürmü? Hər iş günü üçün 100 manat düşür. Bəs məzuniyyətin içindəki iş günləri üçün nə qədərdir? Məzuniyyətin içindəki iş günləri üçün 10 dənə. 10 dənə iş günü var. Bunu da vururuq 10-a. Yəni, işçi əgər məzuniyyətə çıxmasaydı, bizdən 1000 manat pul alacaqdı. Həmin bu 14 günə görə. Amma işçi məzuniyyətə çıxır, bizdən 978 manat 60 qəpik pul alır. Deməli, məzuniyyət haqqı sonuncu əmək haqqıdan az olduğu üçün biz götürürük 1000 manatı.